Ailə qurulduqdan sonra məhəbbət artan xəttlə inkişaf etməlidir. İllər keçdikcə ailə həyatı şirinləşməlidir. Uzun illər ailəli olan bir qadın gəlin maşını gördükdə ona həsrətlə, xoş günlərin nostaljisi ilə baxmaq əvəzinə ürəyində deməlidir ki, bu gənclərin xoşbəxt günləri hələ qabaqdadır. İllərdir ailəli olanlardan keçmişə qayıtmaq istəyib istəmədiyini soruşduqda, sevinclə hazırda daha da xoşbəxt olduğunu deməlidir. İllər ötdükcə gəncliyə xas həvəs keçdikdən sonra yerini həqiqi məhəbbət almalıdır. Ana olduqdan sonra qadının görünüşündə dəyişikliklər baş verir. Qadın zahiri cəzbədarlığını itirir. Bu yerdə kişinin mərdliyi yoxlanılır. Görəsən o, xanımın özünə dəyər verir, yoxsa görkəminə? Təhqiqatçıların sözlərinə görə 30-40 yaş arasında xanımlar ərinin gözündən düşmək qorxusundan stres keçirməyə meyillidirlər. Sağlam ailədə isə illər ötdükdən sonra kişi xanımın qabar əllərinə sayğı və məhəbbətlə yanaşar. 1980-ci illərdə MacArthurlar Fondunun qeyd, ABŞ-ın ən böyük xeyriyyə fondlarından biri təşəbbüsü ilə aparılan herontoloji qeyd, herontologiya insanın qocalmasını bioloji, sosioloji və psixoloji aspektdən araşdıran elm sahəsi. Təhqiqatlar göstərib ki, övladları ilə yaşayan yaşlılar stresə, müxtəlif xəstəliklərə, xüsusilə qocalıq demensiyasına daha az məruz qalırlar. Ailə üzvləri bir-birinə vəziyyəti real dəyərləndirməyə, sağlam həyat yaşamağa yardım edir. Qarşıya çətinliklər çıxdıqda isə əl-elə verərək onun öhdəsindən gəlməyə çalışırlar. Ailə bizi tənhalıq qorxusundan qurtaran, bəlkə də yeganə yerdir. Bu, eyni zamanda fərqli yaş kateqoriyalarında olan insanların bir-birini daha yaxşı anlaması və bir-birinin qayğısını çəkməsinə səbəb olur. Təbii ki, yenə də söhbət hər ailədən getmir. Məsələn, hər iki valideynin ağır iş qrafiki, uşaqların ağır təhsil proqramı ailə daxili ünsiyyəti zəiflədir. Belə ailələr süfrə başında bir yerdə toplaşmağa, bir yerdə oynamağa, bir yerdə istirahət etməyə vaxt tapmır. Nəticədə, belə bir ailə fiziki olaraq mövcud olsa da, həyatdakı funksiyasını yerinə yetirə bilmir. Təəssüf, bəzən ailə o qədər dəyərsizləşir ki, evdar qadın olmaq ayıb sayılır. Hərçənd, bir qadının evdarlığı onun fədakarlıq və yüksək mənəviyyat göstəricisidir. Bəli, qadının təhsili, işi, ictimai fəaliyyəti ola bilər. Lakin bununla yanaşı, onun evdarlığına xüsusi dəyər verilməlidir. Evdar ananın cəmiyyətin ən hörmətli şəxslərindən olması ailəyə verilən dəyərin göstəricisidir. Həm də qadının mənəvi gücü kişidən çox olduğu üçün o, ailə üzvlərinin, o cümlədən həyat yoldaşının tərbiyələnməsində müstəsna rol oynayır. Kərbəla kimi böyük bir hadisənin müəllifi İmam Hüseyn Aşura günü zillətə boyun əyməməsinin səbəbi kimi anası Fatimənin tərbiyəsini göstərir. Yaxud mənəviyyat zirvəsi sayılan Həzrət Əli Peyğəmbərin Fatimə necə həyat yoldaşıdır sualına belə cavab verir. Allaha bəndə olmaqda ən gözəl yardımçıdır. Təsadüfi deyil ki, hədislərdə ananın ailə üçün yemək bişirməsi, atanın əli boş evə gəlməməsi, günün 1/4-ni ailəyə həsr etməsi çox tövsiyə olunur. Evdə xidmətçi olsa belə, yeməyi gərək ana bişirsin. İmkan az olsa, ata ən ucuz, hətta pul dəyəri olmayan bir hədiyyə ilə evə gəlsin. İş və təhsil nə qədər mühüm olsa da, ailəyə mütləq vaxt ayrılsın. Bütün bunlar işə də, təhsilə də, daha asan fokuslaşmağa, zehnin daha aydın çalışmasına da xidmət edəcək. İş və təhsil bütün günümüzü əlimizdən alırsa, bu bizə uğur qazandırmayacaq. Əksinə, xırda bir problem, məyusluq və ruh düşkünlüyü yaradacaq. Bizim maddiyyatımız da, sağlamlığımız da daha çox başqaları ilə ünsiyyətimizdən asılıdır.
Bu ünsiyyətin zirvəsi isə ailədə olur. Ona görə də hədislər sağlam ailəni maddi rifah və fiziki sağlamlığın zəmanətçisi kimi təsvir edir. Həyat yolu çətin və dolambac ola bilməz. Əks təqdirdə həm özünə, həm başqalarına qarşı cinayət törədənlərə bəraət qazandırarıq. Hər birimiz təcrübə etmişik ki, daxilimizdə və ətrafımızda nəsə öz təbii axarından çıxanda biz əziyyət çəkirik. Əgər hansısa haqsızlıqdan narahatıqsa, hansısa çatışmazlıqlar bizi incidirsə, deməli onların aradan qalxması asan olmalıdır. Öz daxili aləmi və ətraf mühitlə harmoniyada yaşamaq insan üçün ən bəsit, ən təbii bir hal olmalıdır. İnsanın da, cəmiyyətin də təbii halından çıxmamasını təmin edən yeganə təsisat ailədir. Nə fərdin öz üzərində işləməsi, nə də ictimai islahatların gerçəkləşməsi ailə anlayışı olmadan nəticə verə bilməz. İnsan və cəmiyyətin tərəqqisinin də, tənəzzülünün də kökü ailədə qoyulur. İnsanlığın tərəqqi yolunda hərəkəti avtomobili yolla sürmək əvəzinə itələyən kəsin misalına bənzəyir. Biraz itələyir, yorulur, dayanır, ruhdan düşür, bezir, sonra əlacsızlıqdan yenə itələyir. Hərçənd yolu getmək üçün cibindəki açarla avtomobili işə salıb sürməsi daha asan və daha rahatdır. Həmin o açar ailədir. Ailə haqda təsəvvürlər düzəlməli. Ailə münasibətləri yoluna qoyulmalıdır ki, insanlıq fərdi və ictimai baxımdan sürətlə irəliyə baxa bilsin. Hansısa ictimai islahat və ya fərdi inkişaf üçün bu qədər fəlsəfi məktəb və əqidələr, bu qədər inqilab və müharibələr, bu qədər potensial və insan resursunu işə salmaq əvəzinə sadəcə ailə üzərində təmərküzləşsəydi, insanlıq dünyanın bugünkü mənzərəsi tamamilə başqa olardı. Bəzən kənardan müşahidə edəndə münaqişəsiz yaşayan ailənin xoşbəxt olduğunu düşünürük. Amma bu aramlığın arxasında sadə qorxu və ya biganəlik də dura bilər. Ailə üzvlərinin əzazilliyinə və ya ədəbsizliyinə dözmək yaxud ailə üzvlərinin bir-birinə biganəliyi bahasına əldə olunan aramlıq uğur sayıla bilməz. Bəli, fədakarlıq göstərib ailə üzvlərinin ağır xasiyyətinə səbr etmək gərəkdir. Ailənin qorunması üçün əlimizdən gələni etməliyik. Amma belə bir ailə uğurlu nümunə ola bilməz. Belə ailəni uğurlu etməyə ehtiyac var. İnsanın ən mühüm maddi və mənəvi ehtiyaclarının təmin olunduğu bir ailəyə. İnsana ən ləzzətli anları, ən gözəl hissləri yaşadan bir ailəyə. Ailədə öz ehtiyaclarını təmin edən şəxs cəmiyyət içində də nəcib davranır. Parazit tək başqalarının hesabına yaşamır. Ruhu doyub deyə acgözlüklə ətrafa baxmır. Ailə üzvləri bir-birinə dözməli deyil, bir-birinin istəklərini təmin etməlidir. O qədər məhəbbət göstərməlidir ki, kənara çıxanda diqqət və məhəbbət dilənçisi olmasınlar. Hər xoş sözün arxasınca getməmək, hər xoş baxışa aldanmamaq, kənar fikirlərdən asılı olmamaq üçün ailədə hər kəs sevgi və diqqət sayıdankarlıq çəkməməlidir. Özü də övladlar bunu tək özünə qarşı davranışda deyil, digər ailə üzvlərinin bir-biri ilə davranışından da mənimsəyirlər. Ona görə insanları şəhvət köləsinə çevirmək üçün ilk öncə ailə institutunu dağıdırlar. Ailə məfhumu əhəmiyyətini itirdikdən sonra elmdə, pulda, inancda, mədəniyyətdə insanı köləyə çevirəcək. Elə bu səbəbdən də ailə münasibətləri haqda saysız hesabsız ayə və hədislər İslam dinində mərkəzi anlayışlardan birinin məhz ailə olduğunu göstərir. Bu dinin peyğəmbəri təlimini və öz şəxsiyyətini belə tanıtdırır. Sizin ən yaxşınız ailəsinə qarşı ən yaxşı olandır. Mən öz ailəmə qarşı sizin hamınızdan daha yaxşı rəftar edirəm. Şeyx Səduq, Mən la yasurul fəqih, səhifə 555, cild 3. Mənəvi ucalıq arzulayanlara,
Ailədən başlayın. Kim daha yaxındırsa, daha layiqlidir deyir. Maddi zənginlik arzulayanlara. Neməti əvvəlcə özünə və ailənə sərf et, deyir. Öz təlimini praktikada göstərmək üçün bir ailəni Əhl-i-Beyti nümunə kimi yaradır. Ailə haqda ayə və hədislər sadəcə İslamın konseptual proyeksiyası, yəni görmək istədiyi modelin təsviri deyil. Bütün bunlar reallığın əksidir. Ailə barədə dini mətnlərdəki əxlaqi nəsihət və ya normalar dünyanın real mənzərəsini çəkir və insanın bu reallıqda xoşbəxt yaşamasına yol açır. İnsanlar arası münasibətlərin ciddi transformasiyaya məruz qaldığı bir dövrdə ailə haqqında yanaşmalar da dəyişir. Bu təsisatın müxtəlif mədəniyyətlərdə yerini, bəşər tarixindəki rolunu, insanın şəxsi inkişafına təsirini nəzərə alanda ailə dəyərlərinin gələcəyi haqda narahat olmalıyıq. Oxuduğumuz kitabda Hacı Şahin Həsənli son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorları təhlil edib, onlara çarə tapmaqla yanaşı, ictimai münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid imkanları haqda da bəhs edir. Müəllifin fikrincə, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Əksinə, müxtəlif kritik hadisələrlə formalaşan müasir dünyada ailə təsisatına yeni məzmun verilməlidir. Kişi, qadın, valideyn, övlad münasibətləri üçün yeni formalar deyil, məhz yeni yanaşmalar düşünülməlidir. Son.